Məsələ 7. A parametrin neçə tam qiymətində y bərabərdir ki, ax üstəgəl 3a kvadratı çıxaq 14a funksiyasının qrafikini ordinat oxunun mənfi hissəsində kəsir. Həlli. Funksiya diqqətlə baxsanız görərsiniz ki, x-in dərəcəsi arqum 1 dərəcəlidir. Yəni verilən funksiya y bərabərdir kx plus b düz xətt tənliyidir. Və burada b-nin yerində bizdə b bərabərdir 3a kvadrat çıxaq 14a-dır. Və biz bunun kiçik olması şərtini araşdırmalıyıq. Yəni, hansı qiymətdə kiçik qiymətlər alır. Bunun üçün mən göstərirəm b kiçikdir 0 olmalıdır məsələnin şərtinə görə. B-nin kiçik 0 olmasından çıxır ki 3a kvadrat çıxaq 14a kiçikdir 0. Buradan a-nı ortaq vuruq kimi çıxardıram. 3a çıxaq 14 kiçikdir 0. Və intervallar metodunu tətbiq edirik. Bizdə elə bir ki, bir bərabərçilik kimi baxsa, a burada arqument rolunu oluyor. A bərabərdir, A1 bərabərdir 0-a. 3A çıxaq 14 bərabərdir 0-a. Buradan da alıram ki, A1 bərabərdir 0, A2 bərabərdir 3-də 14. Bu da 4 tam 3-də 2 eləyir. Və ədəd oxunu çəkib nöqtələri qeyd eləyirəm. Nöqtəmiz olacaq 0-ı almır, mənfi olmalı 0. Bir də 4 tam 3-də 2. 4 tam 3-də 2. İntervallar metoduna bilirsiniz ki, axırıncı nöqtədən sonra həmişə müsbət qiymət alır. Sonra işarə dəyişir mənfi qiymət və yenidən axırıncı nöqtədə müsbət qiymət alır. Bizi kiçikdir 0 maraqlandırdığından həll oblası bu hissə oldu. Və məsələdə tələb olunur A parametrinin neçə tam qiymətində. 0, 4 tam 3-də 2 intervalına daxil olan tam ədədlər 1, 2, 3, 4 olur. Deməli, A parametrinin 1, 2, 3, 4 qiymətlərində verilən funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir.